Təmiz ölkə sağlam gələcək deməkdir. Gələcəyin sağlam olması üçün də bugün biz çalışmalıyıq ki, təbiata ziyan vurmayaq. Hal-hazırda təbiətdən böyük ziyan vuran səbəblərdən biri də plastik əşyaların lazım olmasından çox israfıdır. Hara baxırsan hər yer plastiklə doludur. Plastik tullantılarının sürməsi 10 və hətta 100 illiklərdir kifayət etmiş. Ona görə də biz az sinif şagirdləri ekologiyaya az da olsa faydamız dərsin istədik. Belə ki, biz sinif yoldaşlarımızla bərabər plastik qələmdən imtina edərək eko qələmlər istifadə etməyə başlamışıq. İstifadədən sonra məhsul ətraf mühitə zərər vermədən pis bioloji parçaları. Biz plastikə yox, eko qələmlərə salam deyirik. Eko qələmlər təkrar istifadə oluna bilən materiallardan hazırlanır. Bizim qələmlərimiz zərərli tullantıya deyil bir ağaca çevrilir. Çünki qələmlərimizdə şam ağacı toxumları da vardır. Eko qələmdən istifadə edərək biz plastik tullantıların miqdarını az da olsa azalda, təbii sərvətlərin qorunmasını və ekoloji cəhətdən təmiz bir dünyanın formalaşmasına kömək edə bilərik. Yaşadığımız dünyanı qorumaq üçün hər birimizin üzərinə düşən bu kiçik vəzifəni yerinə yetirək. Daha təmiz, daha yaşıl bir planet üçün gəlin tullantıları azaldaq və gələcək nəsillər üçün daha davamlı bir gələcəyə zəmanət verək. Eko qələmlərlə daha uzun ömürlü dünya üçün birlikdə hərəkət edək.